Salam aleyküm dostlar. Bugün sizlərə Baku online'a gələcək yeni güncəlləmə haqqında danışacağım. Güncəlləmədə nələr var, onları sizə hamısını tək-tək göstərəcəm. Video keçməzdən əvvəl videonu bəyənməyi, dostlarınızla paylaşmağı və kanalıma abunə olmağı unutmayın. İlk öncə sizə deyim ki, oyunda yeni böyük bir güncəlləmələrdən biri oyunu kayd et məsələsidir. Yəni bu oyunu kayd etmək özəlliyi gəldi. Artıq oyununuzu bura Gmail yazaraq, şifrə yazaraq oyunu kayd edəcəksiniz və hər zaman, yəni telefon dəyişəndə və yaxud da ki, hesabınızı keçiş edə bilərsiniz. Məsəl üçün hesabdan çıxışdır, girişdir, bunlar hamısını burada edə biləcəksiniz. Göz burada mən oyunu yaddaşa vurdum. Hər 5 dəqiqədən, yəni minimum 5 dəqiqədən olmaqla buradan oyunu yaddaşa vura biləcəksiniz. Bunu da işləmə məsələsini, yəni buradan bir dənə burada tam sizə göstərim. Oyunun verilərini silim. Ondan sonra qayıdım oyuna. Bir saniyə oyun açılsın. Çıxış edib də göstərə bilərdim, amma yəni işləməyini tam göstərmək üçün belə elədim. Buradan FPS ayarlarını ayarlayaq. Oyunu kayd etə bastınız. Buradan istəsəz qeydiyyatdan keçə biləcəksiniz və ya giriş et verib buradan mənim kimi giriş eləyə biləcəksiniz. Buradan mən giriş eləyirəm. Baxın, gördüyünüz kimi hesabıma giriş elədim. Gördünüzmü? Bax, pulum yerinə gəldi, maşınım yerinə gəldi. Burada digər şeylər onsuz da pulsuzdur. Amma bir coinsi, bir də maşınları sistem yaddaşa vurur. Əgər belə necə deyim, prokat götürmüsünüz belə, o belə yaddaşda qalır. İkinci yeni özəlliklərdən biri burada rəng ayarlarıdır. Yeni rəng ayarlarımız var. Artıq istədiyiniz kimi maşına cıfımıdakı kimi sürüşdürməklə rəng ayarları verə bilərsiniz. Eyni zamanda buradan parlaqlığını ayarlaya bilərsiniz. Buradan baxın, parlaqlığı ayarlayacaqsınız. Eyni zamanda da metalikliyini ayarlaya bilərsiniz. Məsələn, belə baxın, göz rəngi nətər dəyişir. Məsələn, bu cür buradan da metalikliyini istədiyiniz kimi ayarlaya biləcəksiniz. Bundan sonra burada onlayn tərəfdə yeni özəlliklərimiz var. Burada 2 dənə artıq butonumuz var. Çox oyunculu və onlayn yarış. Çox oyunculuğa girdiniz. Buradan hər hansı bir serveri seçdiniz. Buradan otaq yaradana bastınız. Baxın, burada yeni xəritə də var. Artıq Baku xəritəsi də var. Yəni burada 2 xəritə seçmə özəlliyimiz var. Məsəl üçün mən Bakunu seçirəm. Burada hər hansı bir ad yazırsınız. Bura 10 nəfərə qədər artıq seçə bilərsiniz. Məsələn 2, 4, 6, 8, 10. Məsələn mən 10 nəfər qoyuram və eyni zamanda şifrə də qoya bilərsiniz. Şifrə də bura təyin edə bilərsiniz. Artıq dostunuzla girəndə kimsə girməsin deyə şifrə qoyub o cürdə oynaya bilərsiniz. Onu da yaradaq bir girək oyuna. Baxın, artıq bütün bölümlərdə, bu yollarda coins vermə özəlliyi aktivləşdirildi və burada da yeni bir sistemimiz var. İndi onu da sizə göstərim. Məsələn, dənizə düşəndə və yaxud da ki, kənara çıxanda oyun sizi yenidən geriyə qaytaracaqdır. Yəni orada baxın, görürsünüzmü? Oyun qaytardı sizi geriyə. Yəni məsələn, lap dənizə geçsəz düşsəz və yaxud da ki, burada boşluğa düşsəz, artıq bəzi ağıllılar gəlirdi, burada hiylə eləyirdi, eləyirdi də, coins kasırdı, atırdı maşın boşluğa. Artıq elə bir şey mümkün deyil. Sonra yeni bir özəlliklərimizdən biri onlayn yarış tərəfə artıq yenə buranın da xəritə seçimlərini də bura əlavə eləməyə çalışıram. Hələ ki bir xəritəmiz var, trafikdə yarış. Burada da 4 nəfərə qədər yarışa bilərsiniz. Eyni zamanda otaq ad yazacaqsınız və burada şifrə qoya biləcəksiniz. Bunu da sizə göstərim. Baxın, 4 nəfər. İnşallah ki canlı zad açanda TikTokda burada 4 nəfərlik oynayarıq, həm də oyunu test eləmiş olarıq. Başqa yeni bir özəlliklərimiz hələ ki yoxdur. Amma deyim ki, oyun güncələmə eləməyə davam edirəm. İnşallah ki, təkər dəyişimi olsun, siqnal olsun, yeni maşınlar olsun, bunlar hamısı zamanla az-az gələcəkdir. Yəni bu dəqiqə olan hamısını bir yerdə gətirmək mümkün deyil. Çünki nə zaman var, nə də o qədər çox belə büdcə var. Amma az-az zamanla hər şey oturacaqdır yerinə. Plus da yeni bir özəlliyimiz var. Artıq oyunun səsini buradan azaldıb çoxalda biləcəksiniz. İndi bu biraz qatma qarışıq düşübdür. Bu tam qaydasına düşəcəkdir. Tam normal bir dizayna düşəcəkdir. Hələ ki videomuz bu qədər idi dostlar. İnşallah növbəti videolarda görüşmək ümidi ilə sağ olun.